Hər bizi salamlayıram. Növbəti mövzumuz, videomuz sınav 3, 11-ci sinif buraxılış sualları. Birinci sualdan başlayaq. Birinci sualda deyir ki, ardıcılın neçə həddi mənfidir? Deməli, mənfi olması üçün nə olmalıdır? AN kiçikdir nə olmalı? 0 olmalıdır. İndi bu ifadənin kiçik 0 qiymətinə baxmalıyıq. Bərabərsizliyi əldə etməliyik. Və sürətin də məxrəcində sıfırlarını tapaq. Bunun 0 oldu -3. Digər tərəfdən də 5-12 fərqlidir 0. Yəni 0-dan məxrəc 0 olmamalıdır. 5-in fərqlidir. 12 endi oldu 2,4. Və aralıq qiymət yazırıq. -3. Yəni bunlar ikisi də daxil deyil. İntervalları yazırıq. 2,4-dən böyük qiymətlər qoyanda, tutaq ki 3 qoyanda bura müsbət, burada müsbət. -3-dən kiçik qiymətlər qoyanda mənfi, nisbəti müsbət. -3-dən 2,4 qiymət yazanda, məsələn 0 yazanda bura sürət müsbət, məxrəc mənfi. Burada mənfi qiymətlər alır. Yəni bizə nə lazımdır? Mənfilər lazımdır. Ödədiyi qiymətlərdə -2, -1, 0, 1, 2 və neçə həddi mənfidir? Neçə hədd? Hədd soruşduğuna görə bu 2 dənə götürəcək. Cavab B. 2 hədd. Növbəti sualımız. İkinci sual. Deyir ki, bərbəstlik ödəyən natural ədədlərin cəmini tapın. Bunu etməliyik. Hər tərəfini 3-ə vurarıq. Çünki məxrəci 3-dən azad eləyək. Bu olacaq 9 kiçikdir 2x plus 1 kiçikdir 21. Və hər tərəfinə -1 əlavə edərəm. Çünki buradan -1-i silib. 9 üstünə gəlsin -1 kiçikdir 2x plus 1 plus -1 kiçikdir 21 plus -1. Oldu 8 kiçikdir x kiçikdir 20. Hər tərəfini 2-yə bölürəm. Oldu. Naturallar cəmini istəyir. 5 olacaq. 6, 7, 8 və 9. Və bunların cəmini istəyir 11, o da 7, 18, o da 8, 26, o da 9, 35. Cavab D bəndi. Növbəti sualımıza baxaq. Üçüncü sualımız. Ədədi silsilədə A1 plus A5 plus A18 bərabər 39-dursa A8 tapın. Bunu belə yoxlayaq. A1 plus 4D plus A1 plus 17D. Görən olur. 3A1 plus 4D üstü 17 21D bərabərdir 39. Və buradan 3 çıxarsam A1 plus 7D eləyir. Hər tərəfini 3-ə bölək. A1 plus 7D bərabərdir 3-ə bölsəm 13. Böyle A8'dir. Bu da 13'ə bərabərdir. Cavab C bəndi. Növbəti sualımız. Dördüncü sual. Deyir ki, həndəsə silsilədə B4 bölünsün B5 bərabərdir 3/1-dirsə B8-in B6-ya nisbətini tapın. Bunu belə yazaq.
B4, bunu da yazaq. B4 vursun Q. Bərabərdir 3'də 1. Bunlar ixtisar getdi. Q oldu neçə? 3. Biz Q'nu 3 tapdıq. Və bunu da yazaq. B6 vursun Q üstü 2. Buradan da yazaq B6. Və bunlar ixtisar olundu. Q üstü 2 qaldı. Q üstü 2. Q'nu da 3 ver bax. 3 tapmışıq. 3'ün kvadratı 9 deməlidir. Növbəti sualımız neçənci sualdır? 5-ci sual. Deyir ki, M parametrinin hansı ən kiçik tam qiymətində bu bərabərsinə həllər çoxluğu mənfi sonsuzluqda müsbət sonsuzluğu olacaq. Biz bunu necə fikirləşək? Deməli, bu kvadrat üçədli bərabərçilikdir. Burada A-nın qiyməti nədir? Sıfırdan böyükdür. Yəni A böyükdür 0 olsa, bu kvadrat bərabərçilikdə, yəni kvadrat funksiya kimi götürsəm, bunun qiyməti diskriminant kiçikdir 0 olsa, yəni kökü olmasa və qollar yuxarı olsa, bu həmişə müsbət verəcək. Həmişə müsbət. Yəni bütün qiymətlərdə, yəni mənfi sonsuzluqdan müsbət sonsuzluq qiymət versəm, funksiya yəni bu bərabərlikdə həmişə müsbət verəcək. Onda biz diskriminantı sıfırdan kiçik qiymətini götürməliyik. Yəni b kvadratı minus 4ac kiçikdir nə olmalıdır? 0. B kvadratı mənfi 4'ün kvadratı çıxılsın 4 vursun A1'dir, C-də M-dir. Kiçikdir 0. 16 çıxsın 4M kiçikdir 0. Mənfi 4M kiçikdir mənfi 16. Və nə edirik? M böyükdür olur 4. Və 4'dən nə olacaq? Böyük qiymət ən kiçiyi hansıdır? 4'dən böyük ən kiçiyi cavab 5'dir. Növbəti sualımıza baxaq. Deyir ki, 6-cı sualda. Həndəsə silsilədə B5 plus B7 4'dür. B8 plus B10 12 olarsa silsilə vuruğunu tapın. Deməli, bunu yazaq B5 vurulsun B5 plus bunu da B5 vurulsun Q üstü 2 bərabərdə 4 yazaq. Buradan da bunu B8 plus B8 vurulsun Q üstü 2 bərabərdə 12. Və nə edirəm? Buna hər tərəfdən buradan B5'i çıxarıram. 1 plus Q üstü 2 alındı. 4. Buradan da B8'i çıxarıram. 1 plus Q üstü 2 bərabərdə 12. Bunların nisbətlərini tapsam, bunlar islah olunur. Qalır B5 bölünsün B8. Deməli, belə yazaq da. B5 bölünsün B8 bərabərdir 3'də 1. Bunlar da ixtisar olunsun. B5 bölünsün B5 vursun Q üstü 3 bərabərdir 3'də 1. Bunlar da ixtisar olundu. Q üstü 3 bərabərdir 3 oldu. Q-də 3-cü dərəcədən 3 olacaq. Cavab D-bəndi. Növbəti sualımız 7-ci sual. Deməli, bərabərçiliyi həll edir. Birinci sürət məxrəcinin sıfırlarını tapaq. X bərabərdir 3 və x plus 2 fərqlidir 0. X bərabər mənfi 2. Və interval quraq. Mənfi 2, 3. 3'dən böyük qiymətlər götürək. Sürət nə olur? Mənfi. Məxrəc nə olur? Müsbət. Böləndə mənfi edir. Və mənfi 2'dən kiçik qiymətlər götürəndə. Deməli, bu olur müsbət, bu olur mənfi. Yenə də mənfi nisbət. Bunu da götürdük. Mənfi 2 ilə 3 arasında bir qiymət götürək.
0 götürək. Müsbət, müsbət. Nisbəti də müsbət. Bizə müsbətlər lazımdır. Deməli, mənfi 2-nin 3 mənfi 2 daxil deyil və 3 daxildir. Burada hardadır? A-bəndində. Növbəti sualına baxaq. Deməli, növbəti sualımız 8-ci sual. Bərbərslik həll edin. Yenə eyni qayda ilə eyni prosesi yerinə yetirəcək, amma burada modul işarəsi var, neynəcək? Deməli, x mənfi də ala bilər müsbətdən. Biz müsbətdən başlayaq. Müsbət alsa bura olacaq x plus x bölünsün x-in kvadratı minus 9. Kiçik 0. 2x, bu da x minus 3, bu da x plus 3'dür də. Köklərini də belə yazırıq. Deməli, sürət 0, sıfırları 0'dır. X bərabərdir 0. Məxrəc bunun 1, bunun 2 yazaq. X 3'də mənfi 3. Və götürək. Mənfi 3, 0, 3. Məxrəc də, yəni bu qiymətlərdə də 0 ola bilməz də. İntervalı yazaq. 3'dən böyük qiymətlər götürəndə sürət nə olur? Müsbət. Burada da müsbət, nisbəti müsbətdir. 0 ilə 3 arasında qiymət götürək. 1. Bura müsbət, bura mənfi. Mənfi. Bunu da belə götürürük. Mənfi alındı. Mənfi 3 ilə 0 arasında qiymət götürək. Mənfi 1, mənfi 1. Sürət mənfi, digəri də müsbət. Mənfi 1, mənfi, müsbətə mənfi. Bu da mənfi, mənfi nisbəti müsbətdir. Mənfi 3'dən kiçik qiymətlərdə olanda mənfi, mənfini də müsbətə böləndə mənfi. İndi bizdən 0x 0'dan böyük qiymətlər götürdüyünə görə haçan mənfi qiymətlər alır və bu aralıqda 0-3 arasında. İkisi də daxil deyil. Digər tərəfdən x kiçikdir 0 qiymətinə baxırıq. Burada da olacaq mənfi x plus x bölünsün x kvadrat minus 9 kiçik 0. Sürət 0 olur. 0 yəni bu şərti ödəmir deyənə 0 0'dan kiçik olmur. Yəni bunu hesablamırıq. Cevabımız olacaq C bəndi. Bu neçənci sualdır? 8. Deməli 8. Onun növbətisinə baxaq. Deməli bunu yazdıq bura. Bunu kesək. 9. Ədədi silsilədə A4 9 olarsa, silsilənin ilk 7'nin cəmini tapın. Yəni S7'ni tapın. S7 nədir? A1 plus A7 bölünsün 2 vurulsun 7 deməkdir. Deməli, bu A1 ilə A7'nin cəmini 2'yə bölünsün, belə A4'dür. A4 vurulsun 7 kimi yaza bilərəm. Bu da ölür 9 vursun 7, birbaşa 63 tapa bilərəm. Növbəti sualımız 10-cu sual. Deməli, x plus y tam ədədlər üçün 3 kiçilik x kiçilik 8 və mənfi 6 kiçikdir y kiçilik 5 ifadəsi. Deməli, bu tərəfi 3'ə vuraram ki, bu ifadə alınsın. 3 kiçikdir, x kiçikdir 8'e. Hər tərəfini 3'ə vururam. Bu ölür 9 kiçikdir 3x kiçikdir
24. Bunu aldıq. Digər tərəfdən də -6 kiçikdir y kiçikdir 5-i -2-yə vururam hər tərəfə. -2-yə vursam, belə yazaq. -2-yə vursam, nə olacaq? İşarə dəyişəcək. Olacaq -2 böyükdür -2y böyükdür -10. Və bunu belə yazırıq. 9 kiçikdir 3x kiçikdir 24 -2y -10 onunla böyükdür. Bir də 12-dən kiçikdir. Bunlar tərəf-tərəfə toplasam bu ifadə alınacaq. Bu olacaq 3x çıxılsın 2y kiçikdir 36. Burada da kiçikdir -1. Və ən böyük qiymətini soruşur. 36-dan kiçik ən böyük neçədir? 35-dir. Cavab Y bəndə. Növbəti sualımız 11-ci. Deməli, ən kiçik tili 3 cm olan düzbucaqlı parapetin xətti ölçüləri həndəsi silsilənin ardıcıl hədlərdir. Parapetin həcmi 216 olasa böyük tilin uzunluğunu tapın. Deməli, bu düzbucaqlı parapetdir. Belə yazaq da bunu. Belə bir şeydir. Ən kiçik tili tutaq ki, bura 3'dür. B1 3'dür. Xətti ölçülər həndəsi ardıcıl hədlərdir. Bura B2'dir. Burada B3'dür. Deməli, B2-nin B1-ə nisbəti bərabərdir B3-ün B2-yə nisbətinə. Bu Q-dur. İndi bu B2-ni yazsam, B2 bölünsün B1 bərabərdir Q olsa, B2-ni də yazsam, deməli, belə yazaq. B1 vurulsun B2 vurulsun B3. Özü 216'dır. Birinci ədəd var bizdə. Bunu yazaq B1 vurulsun. Bunu da yazaq B1 vurulsun Q. Bunu da yazaq B1 vurulsun Q üstü 2. 216'dır. Bu olacaq B1'in kubu vurulsun Q üstü 3. Bərabərdir 216. Bu B1 vurulsun Q üstü 3 bərabərdir 6'nın kubudur. Bunda B1 vurulsun Q 6'dır. B1'imiz 3'dürsə getirib yerine yazırıq. 3 vurulsun Q bərabərdir 6. Q-da oldu 2. Bunlar lazım deyil bizə. Şunu tapdıq ki, ən böyük tili nədir? B3'dür də. B3 nə bərabərdir? B1 vurulsun Q üstü 2'dir. O da olacaq B1 3'dür. Q üstü 2, yəni 2'nin kvadratı. 4 bölünsün 12. Cavab C bəndi. Növbəti sualımız. İlk n həddinin cəmi bu olan ədədi silsilənin fərqini tap, ədədi silsilənin. Yəni D-ni tapaq. D bərabərdir sual. Deməli, burada A1'i birinci tapmalıyıq. A1'i tapmaq üçün birbaşa, yəni bura qoyub S1 elə A1'ə bərabərdir. Yəni deyə bilərsiniz, niyə ona izahat verərəm.
2n, yəni n'in yerinə 1 yazarım. 1'in kvadratı vursun 5 vursun 1. Bu da oldu 7. Niyə A1 S1'ə bərabərdir? S1 nədir? A1. A1 nədir? S2 yox. S1 minus S0 deməkdir. S1'in yerinə qoysam 7, S0'da 0, cavab 7 olur. Buna görə və nə edəcək burada? İkinci ədəd S2. S2 nəyə bərabərdir? A1 plus A2'dir də. Düzdür? Buraya 2 qoysam yerinə. Deməli 2 vursun 2 üstü 2 plus 5 vursun 2 bərabərdir. A1 7 plus A2'nin də yerinə yazacağıq. A1 plus D. D'ni buradan tapa bilərik. 4, 4 2 8 plus 10. Bunu yazdıq. Bu da 7, 7, 14 plus D. D de oldu 4. B bəndi. Növbəti sualımız. Bərabərçilik sistemini ödə ən böyük tam ədədi tapın. Deməli, x'in kvadratı plus 4x plus 3. Bunu tapaq. Bu nədir? X plus 1, x minus 1. Bu kökləridir. Minus 1 yox, plus 3. Kökləri olacaq 1, mənfi, digəri də mənfi 3. Şimdi bunu da hər tərəfini 2'ye vursam olacaq 2x plus 3 kiçikdir 18. 2x kiçikdir 15, x kiçikdir 7,5. Buna baxaq. 7,5'dən kiçik və burada mənfi 3, bir də 1 yazırıq. 7 hardadır? Bunu tapaq 1. Deməli, bu olacaq. Nə vaxt? Müsbət olacaq. Mənfi 1'dən böyük qiymətlər verəndə müsbət olur. Mənfi 1 ilə 3 arasında, mənfi 3 arasında mənfi 2 qiyməti yazsam mənfi olur. Mənfi 3 ilə kiçik, yəni mənfi 3'dən kiçik qiymətlər yazanda müsbət olur. Bizə nə lazımdır? Müsbətlər. Yəni mənfi sonsuzluqdan mənfi 3'ə birləşmə, mənfi 1'dən müsbət sonsuzluğa. Və bir də 7,5'dən kiçiklər. Hər ikisini də ödəməlidir. Bunu da yazaq 7,5'dən kiçiklər. Bu hansı aralığa düşdü? Ən çox. Və bura. Bu hissə bizə lazımdır. Burada olacaq ən böyüyü 7,5'dən kiçik nə var? 7 var. Cavab A bəndi. Növbəti sualımız. İlk həddi. Yəni silsilə qrupunun sonsuz həndəsi silsilə. Yəni B1 6'dır. Q da 3'də 2'dir. Cəmini tapın. S sonsuz həndəsindən cəmini düşürüb B1 bölünsün 1 minus Q'dur. B1 6'dır. 1 minus Q da 3'də 2. 6 bölünsün 3'də 1. Bu da olacaq 18. Növbəti sualımız. Bərabərçilik heyətinin ən kiçik tam ədədin modulunu tap.
Deməli, bunu hesablayırıq. X plus 3 böyükdür -7. Üzr istəyirəm. X plus 3 böyükdür -4. X böyükdür -7. Digər tərəfdə -2x minus 1 kiçikdir 3 -2x kiçikdir 4 x böyükdür -2. Deməli, -7 bir də -2. -7-dən böyüklər, 2-dən də kiçiklər. Ən kiçik tam ədəd neçədir? -6. Bunun modulu -6. Növbəti sualımız 16. Bərbəzlikdən tam ədədlərin cəmini tapın. Deməli, 2x minus 1'i modul böyükdür bir dəfə -3'dən götürürəm. Yəni bu x-in yerinə hər bir qiymət qoysam -3'dən böyük olacaq. Bunu saxlayaq. 2x minus 1 modul -5'dən kiçik götürsəm bu olacaq 2x minus 1 kiçikdir 5 bir də -5'dən böyükdür. Hər tərəfinə 1 əlavə eləsəm -4 kiçikdir x kiçikdir 6. 2'yə bölsəm 2 kiçikdir 3. Ödəyən tam ədədlər. Yəni bunu 2 ilə 3 arasında ödəməlidir. Yəni bu 2 qat bərabərsizliyi ödəsin modul. Modul 2 qat bərabərsizliyi. Və bunun deyir ki, ödəyən tam ədədlərin cəmini soruşur. Biz burada bunu yanlış eləmişik. Olacaq -1, 0, 1, 2. Bunların cəmi də olacaq 2. Növbəti sualımız 17. Burada fikir versəz, azalıb bu seslə. Baxaq. 3'ü 12'ye böləndə 4'də 1. 4'də 3'ü 3'e böləndə yenə də 4'də 1. 16'da 3'ü 4'də 3'e böləndə 16'da 3 vursun 3'də 4. Yəni 4'də 1. Deməli, bu sonsuz azalan həndəsi seslərdir. B1 12'dir. Q 4'də 1'dir. S'i tapan o da olur. B1 bölünsün 1 minus Q. B1 neçədir? 12. 1 minus 4'də 1. 12 bölünsün 4'də 3. 12 vursun 4 bölünsün 3. Bu da olur 16. Növbəti sualımız bərabərçini ödəyən ən böyük tam ədədi tapın. Deməli, bura nə verəmsə verəm, müsbət eləyir. 3 verəndə də 0 olur. Bura baxarıq. X plus 2 kiçik bərabərdir 0. X kiçik bərabər -2. Baxaq. -2'dən kiçiklər verəndə bu ifadə həm 0'a bərabər olur və həm də 0'dan kiçik olur. Olur mənfi sonsuzluqdan -2'yə qədər 2 də daxildir. Ən böyük tam ədəd istəyir, o da olur -2. Burada bir məqam da var. Bərabərlik olduğuna görə birdən də həlli x minus 3 bərabərdə 0 olanda x bərabərdir 3. 3 verəndə də 0'a bərabər olur. Birdən də həlli var. Birdən də 3'dür. Ona görə ən böyük həlli -2 yox, 3'ü götürəcək. Növbəti sual 18, 19.
Həndəsi silsilənin ardıcıl həlləri olarsa, x'in natural qiymətini tapın. Deməli, bu oldu B1. B1 oldu loqaritma 4 əsasdan 3. B2 oldu x minus 2. B3 oldu loqaritma 3-cü dərəcədən kökdə 3 64. Deməli, belə yazaq. X'in natural qiymətlərini soruşur. B3-də belə yazaq. Loqaritma 3 üstü 3'də 1. Bunu da yazaq. 4 üstü 3. Və buradan olur loqaritma 3 əsasdan 4. 3 bölünsün 3'də 1. Bu da olacaq 9 loqaritma 3 əsasdan 4. B3'ü B2'ye bölsəm 2 üstü 2 olacaq. B3 də olacaq 9 loqaritma 3 əsasdan 4. Olacaq loqaritma 4 əsasdan 3. Bərabərdir 2 üstü 2. Bura kimi saxlayaq. Bunu yazdıq. Bu hələ qalsın. Bunu qalsın. Görə neyini? Belə bir şey də yaza bilərik. B2 deməli B2'nin kvadratı bərabərdir B1 vursun 2 B1 vursun B3 yaza bilərik. Buradan da B2 necədir? X minus 2'nin kvadratı bərabərdir B1 loqaritma 4'dan 3 vursun 9 loqaritma 3'dan 4. Yəni bu hasil 1'ə bərabərdir. Cavab qalır 9. X'in kvadratı minus 4x plus 4 bərabər 9. X kvadratı minus 4x minus 5 bərabər 0. Natural qiymətini tapın. X 1 plus x2 4 ise x1 vursun x2 de mənfi 5'dir. Heç olacaq cavab. Mənfi 5, 1. Mənfi 5, 1. Deməli, natural qiyməti neçədir? 1'dir. Üzr istəyirəm. Burada 7'də səbərləmişim. Toplayanda 4 eləməsi üçün 5 mənfi 1. Burada da mənfi 5, mənfi 1. Vuranda mənfi 5, toplayanda 4 edir. Bunda ən böyüyü 5'dir. 5 yazırıq. 19, 20. Deməli, ilk ənətin cəmini S10 ədədi silsilədə S16'nı tapın. S16 nəyə bərabərdir? A1 plus A16 bölünsün 2 vurulsun 16'dır. Və biz burada yazırıq ki S10 nə deməkdir? A1 plus A10 bölünsün 2 vurulsun 10. Çıxılsın A1 plus A6 bölünsün 2 vurulsun 6. Bu 40'dır. Bunu da yazarıq. A1 plus 9D bölünsün 2. Bunları ixtisar yaparaq birbaşa yazaq. Vurulsun 5. Minus A1 plus A1 plus 5D. Bunu da ixtisar yaparsaq 3'ə birbaşa. 2A1 5'ə vurdum 10A1 plus 45D minus 2A1 6A1 plus 15D bərabərdir 40. Burada olur 4A1 plus, burada da minus yazacaq mütərizə açılanda 30D
bərabərdir 40. Hər tərəfini 2-yə bölsəm 2A1 plus 15D bərabərdir 20. Buradan da A1 plus 15D bölünsün 2 vursun 16. 2A1 plus 15D bölünsün 2 bərabərdir vurulsun 16. Bu özü neçədir? 20'dir. 20 bölünsün 2 vursun 10. Sərgəti 10, 16'ya vuranda 160. Növbəti sualımız. Bu 20 idi, 21. Deyir ki, bərabərsizliyin həllər çoxluğu bu aralıqda olarsa, M-nin hasilini tapın. Bunu belə yazaq. Deməli, bunun aralığı mənfi 2 ilə 5'dir. Bu belədir. Bu tənlik olub ki, bunun köklərini tapıb mənfi 2 olub. Düzdür, sıfırları. X plus minus 5 bərabər 0, x bərabər 5. Deməli, bunun əmsalı da 1'dir. Belə yazacaq. A, x minus x1 olursa x minus x2. İkisi 0. Gətirib yerine yazırıq. X minus plus 2 olur. Burada da x minus 5 olur. Bunu atsam x kvadrat minus 3, x minus 10 kiçikdir 0. Və buradan da görərsiniz ki, bu bərabərsizliyin həlləri mənfi 2 ilə 2 arasına düşür. Və m plus 1 nəyə bərabərdir? Mənfi 3, m bərabərdir mənfi 4. N də bərabərdir mənfi 10'a. Deyir ki, m-ni tapın. Mənfi 4 vursun mənfi 10. Burada eləyəcək 40. Növbəti sualımız. 22. Deyir ki, funksiyanın qrafikına əsasən bu bərabərsizliklərin tam ədədlərin cəmini tapın. Deməli, funksiyanın müsbət aldığı aralıqlar haradadır? Bax, buradadır. Yəni, 0 da alına bilər. 2, bir də 6 arasında. Bunların istəyir 2 plus 6, 3 plus 4 plus 5 plus 6. 5, 5, 10, bu da 10. 20. Və bir dənə də həll var. Deməli, mənfi 3 verəndə də funksiya 0 ala bilər. 20'nin üstünə də mənfi 3 gəlsə cavab olur 17. Bu qayda ilə tapırsınız. 23. Ədədi silsilədə A3, 13, A7, 29 olarsa, AB cəmini tapın. Deməli, belə yazarıq. S-ni belə yazarıq. A1 plus AN bölünsün 2 vursun N. Və A1 plus AN-i yazaram. A1 plus D M-1 bölünsün 2 vursun N. Bərabərdir 2A1 plus D M-1 bölünsün 2 vursun N. Bərabərdir 2A1 N A1 yazaq. N A1 plus D N kvadratı minus deməli dn kvadratı çıxsın dn bölünsün 2. Sonra nə edirik? Bizə lazımdır burada A7 nəyə bərabərdir? A1 yox, A3 yazaq. A3 plus 4D 29 bərabərdir 13 plus 4D
Burada neçə oldu? 16 bərabər 4'dür. D də oldu 4. D-ni 4 tapdıq. Görək neynəyəcək burada. Sonra A1'imiz də var. A1 də yazmalıyıq. A3 minus 2D. A1'imiz də oldu. A3 13'dür. 2D 2 4'ün 8. A1 də 5'dir. A1 5'dirsə bunu yazmaya ehtiyac yoxdur. Belə yazaq. 2A1 yəni 10 plus D'miz 4. 4 vurulsun n minus 1 bölünsün 2 vurulsun n. O da nəyə bərabərdir? S-nə. Yəni a-n'in kvadratı minus plus b-nə. Bunu burada yazıram. 5 plus 2 n minus 1 vurulsun n bərabərdir a-n'in kvadratı plus b-n. Və olacaq 5n plus 2n'in kvadratı minus 2n bərabərdir a-n'in kvadratı plus b-n. 2n'in kvadratı plus 3n bərabərdir a-n'in kvadratı plus b-n. Bu ad a2'dir. Bu da b''dir. B də 3'dür. Cəmi də 5'dir. Növbəti sual. Sonsuz həndəsiz silsilənin hər bir həddi özündən sonraki gələn həddlərin cəminin 5 mislinə bərabərdir. Bu silsilənin ilk həddi 3 olarsa, üçüncü həddi tapan. Sonsuz həndəsinin hər bir həddi özündən sonraki gələn hədlərin cəminin 5 mislinə bərabərdir. İlk həddi. Deməli, B1 3'dür. Burada sözə fikir versəz, deyir ki, sonsuz həndəsinin hər bir həddi özündən sonraki gələn hədlərin cəminin 5 mislinə bərabərdir. Deməli, əvvəlkilər, belə deyək də, yazaq B, Bx nəyə bərabərdir? B1 bu əvvəlki, bu da olacaq əvvəlkin üstünə 1, bu da olacaq əvvəlkin üstünə 2, bu qayda ilə gedir. Və bunları 5'ə vursam, əvvəlki olur. Deməli, hər hansı bir həddi götürsəm, ondan sonraki hədləri cəmləsəm, 5'ə vursam, əvvəlki həddə bərabər olur. Deməli, bu azalan həndəsə silsilədir. Azalan həndəsə silsilənin düsturu B1 bölünsün 1 minus nədir? 2'dir. B1'imiz var, 3'dür. İndi bizə burada Q-nu tapmaq maraqlıdır. Q-nu necə taparaq? Bir minus Q. İndi bunu belə saxlayaq burada. Bu neynir? Bu özü cəmdir. S-in. Bu qalsın elə. S-in nədir? Deməli yazacaq. B1'in yerinə yazacaq. Bax, bunun yerinə yazacaq. Bx plus 1 bölünsün 1 minus Q. Bu S-in də nəyə bərabərdir? Bx-ə. Bx bərabərdir. İndi buradan Q-nu tapa bilərik. Bx bərabərdir. Bx plus 1 nədir? Bx vurulsun Q deməkdir də. Tutaq ki, B2 nə deməkdir? B1 vurulsun Q-dur da. 1 minus Q. Bunlar ixtisar getdi. Burada da bu cəm nəyə bərabərdir? Bu S-in də, bu Bx S-in də burada. Vurulsun 5'dir.
Bir də bunu 5'e vursam ona bərabər olar. Vuraram 5'e. Olacaq. İxtisar gedəndən sonra qaldı 1 bərabərdir. Q bölünsün 5 Q bölünsün 1 minus Q. Və 5 Q bərabərdir 1 minus Q. 6 Q bərabərdir 1. Q oldu 6'da 1. Bunu tapdıq. İndi birinci həddə verib, üçüncü həddə soruşur. B3 nəyə bərabərdir? B1 vursun Q üstü 2'dir. B1 də 3'dür. Q üstü 2 neçədir? 6'da 1'in nəyi? Kvadrat. O da eləyir 3 vursun 36'da 1. 12'də 1. 24'ə baxaq, 25'ə baxaq. 25-ci sualda deyir ki, bərabərçiliyi həll edin. Deməli, sıfırdan kiçik olması üçün bunun sıfırlarını tapaq. X plus 3 bərabərdə 0, x oldu mənfi 3. X fərqlidir 1 məxrəc üçün. Bir də x bərabərdə 0. Bu. Yazırıq. Mənfi 3 daxildir. 0 daxildir. Bir də 1 daxil deyil. Bunu yazaq. Və birdən böyük qiymətlər qoyanda bura müsbət verir. Bizə kiçik lazımdır. Burada neçə idi? Burada 0 idi. 0 ilə 1 arasında qiymət yazanda bura müsbətdir. Bura mənfidir. Burada olur mənfi. Mənfi 3 ilə 0 arasında qiymət. Mənfi 1. Müsbət mənfi. Müsbət mənfi. Burada da mənfi. Yenə də müsbət. Mənfi 3'dən kiçik qiymətlər qoyanda. Bura olacaq müsbət. Bura olacaq mənfi. Bura olacaq mənfi. Yenə də müsbət. Bizə nə lazımdır? Mənfilər. Mənfi hansı qiymətləri ödəyir? 0, 1 arasında. 0 daxildir. 1 daxil deyil. Və sürətin 0'a çevirən bir qiyməti var. 3'də daxildir axı bura. Bir dənə də əlavə 3. Birləşdirirəm bununla. Üzr istəyirəm, burada mənfi 3'dür. Mənfi 3. Deməli, bu onun həllidir. Sınavımız bu qədər. Sağ olun.